Salam əziz xanımlar və əlbəttə ki, cənablar. Bugün sizə adi bir avtomobil deyil, zövqünüzə oxşayacaq və ehtiyaclarınıza cavab verəcək bir aksesuar göstərəcəm. Sözün əsl mənasında sürülə bilən bir aksesuar. Beləliklə, qarşınızda Avatar 07 Ultra Plug-in hibrid dayanır. Makyaj çantanda ən çox güvəndiyi məhsul kimidir. Həm səni gözəl göstərir, həm qoruyur, həm də ehtiyaclarını ödəyir. Vizajist gözü ilə desəm, bu avtomobil sanki çox uğurlu bir makyaj kimidir. Konturu yerində, işıltısı təbii, teksturası ipək kimi. Avtomobil əsl kişi kimi ürəkli olmalıdır. Gəlin keçək əsas məsələyə, yəni Avatarın ürəyinə. Onun mühərrikinə. Bu maşında 1,5 litrlik turbo benzin mühərriki və 230 kW gücündə elektrik mühərriki birləşir. Bəs ümumi güc tam 492 at gücüdür. Fırlanma anında 629 Nm-dir. Lor dildə izah etsəm, bu avtomobil ehtiyac duyduğun an sənə real cavab verəcək qədər güclüdür. 4,9 saniyədə sürəti 0-dan 100-ə çıxır. Test drive edib özünüz şahidi ola bilərsiniz. Plug-in hibrid sistemi şəhərdə səninlə birgə nəfəs alır. Yəni, səssiz və səliqəli. Magistralda isə benzinli sistemə daxil olur və sən heç bir fasilə olmadan hərəkətə davam edirsən. Özü də 92 benzinlə. Təsəvvür edin, evdən çıxırsınız, işə gedirsiniz, studiyaya gedirsiniz, çəkilişə gedirsiniz, tədbirə gedirsiniz və yenidən evə qayıdırsınız və batareya yetərlidir. Ümumi 1050 km. İndi özünüz artıq fikirləşin. Avatar 07-nin 39,5 kWh-lıq LFP batareyası var. Elektriklə tam 220 km, ümumi isə 1050 km-ə qədər yürüyüş imkanı verir. Yəni, bir gününüz necə sıx keçəcəksə, bu maşın səninlə bərabər davam edə biləcək. Enerjini hiss etdiyin kimi istifadə edirsən. Sürətli şarj isə mənə görə ən gözəl xüsusiyyətlərindən biridir. Çünki cəmi 15 dəqiqəyə 30%-dən 80%-ə qədər də olur. Sürücünü avtomobilinə görə qarşılayanlar, sürüşünə görə isə qiymət verərlər. Görünüşdə Avatar 07 Ultra'nın 4825 mm uzunluğu, 1980 mm eni, 1620 mm hündürlüyü, 2940 mm təkər bazası ilə onu həm güclü, həm də zərif edir. Bu ölçülər elə təəssürat yaradır ki, maşına baxanda onun ağırlığı, incəliyi eyni anda hiss olunur. LED paraların verdiyi kəskin baxış və gündüz işıqları. Çərçivəsiz qapılar və 21 düymlük disklər. Hər detal elə bilin ki, stilist tərəfindən işlənilib. Bütün gözəllik salonu sevən qadınlar elə bu salonu da çox sevəcəksiniz. Çünki buradakı oturacaqlar da çox komfortdur. Sadəcə bir fərq var ki, burada sizi makyaj etmirlər. Ön oturacaqlar elektrik səslə tənzimlənir, qızdırılır, soyudulur və masaj funksiyalıdır. Arxa oturacaqlar da elektriklidir və arxada oturan sərnişin üçün dirsək altı planşet yerləşir. Avtomobilin 7 hava yastığı var. Ön, arxa, yan və hər istiqamətdə. Avatar 07-nin gözü farasıdırsa, qəlbi isə 15,6 düymlük böyük ekranıdır. 12,3 düymlük sürücü paneli baxdığın an informasiyanı verir. Özü də gözünü yoldan ayırmadan. Bluetooth, səslə idarə etmə, simsiz şarj, USB və 12 volt portlar, adaptiv cruise control, avtomatik parking, bunların hamısı sənin əlinin altındadır. Bu avtomobilin sürüş rejimləri Eco, Sport və sevdiyim komfortdur. Əgər məndən soruşsanız, bu rejimləri belə başa düşmək olar. Eco rejimi maskasız, təbii görüntü kimidir. Komfort hər gün üçün ideal BB krem effektinə oxşayır. Sport rejimi isə qırmızı dodaq boyası kimi fərq yaratmaq üçündür. ITPMS, yəni ön paneldə təkərlərin təzyiqinə nəzarəti öz əlinizdə. Pnevma askı sistemi ilə maşının hündürlüyünü və sürüş rejimini daha rahat seçmək olur. Ön paneldəki widgetlər istəyə uyğun dəyişdirilir və lazımlı məlumatlar ekrandan görünür. Panoramik şüşənin üst pərdəsi bir toxunuşla açılıb bağlanır. Klimat kontrol sistemi ilə salonun temperaturu, hava axını, oturacaq isitmə, soyutma funksiyaları tənzimlənir. Samsung DeX dəstəyi sayəsində telefon
ekrana qoşularaq kompüter kimi istifadə oluna bilər. İşıqlandırma sistemi interyerin rəng və parlaqlığını dəyişməyə imkan verir. Ön oturacaqlar da yaddaş paketinə qoşularaq sürücünün seçdiyi mövqedə avtomatik qurulur. Simsiz şarj hissəsində siz nəinki telefonunuzu şarj edə bilərsiniz, həmçinin avatarın açarını da şarja qoya bilərsiniz. Çıkan da elektriklə tənzimlənir. Üstəlik qızdırılır. Bu da deməkdir ki, istənilən hava şəraitində bizim əlimiz üşüməyəcək. Panoramik şüşə, dam isə həyatımıza qədər işıqlandırılır. Bütün salon işıqla dolur, sən isə işıqlı və təravətli görünürsən. Bu interyer sənin evindəki ən sevdiyin künc kimidir. Arxa sırada sərnişinlər üçün komfort zona yaradılır. Gələnlərim avtomobildə çox rahat edəcək. Sadaladığım funksiyalar və havalandırma bu avtomobili VIP studiyaya çevirir. Bagaj 540 litrdir. Oturacaqları qatladıqda 1325 litrə qədər artır. Bu nə deməkdir? Studiya çəkilişinə gedirsən, makiyaj çantan, işıq, ştativlər və s. hər şey yer tapacaq. Avatar 07. O sadəcə bir avtomobil deyil, o sənin dostundur. Bu avtomobil zərif, güclü və estetikdir. Özünü daha yaxşı hiss etmək üçün bəzən sadəcə bir avtomobilə əyləşmək kifayət edir.